Bir daha qeyd eləmək istəyirəm ki, mənim öz telefonumdur. Dövlət İdarəsi tərəfindən, xüsusi xidmət orqanı tərəfindən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dövlət müqaviləsi olduğuna görə, burada gördüyünüz bütün applicationlar, Araz olsun, ABB və s. axır, onlara müdaxilə eləmək olur. Təbii ki, müəyyən bir təzyiqlər olunur şirkətlərə. Sizə bir şeyini də sübut eləmək istəyərdim. YouTube-a, bir yax TikTok-dan səhifə paylaşdım, indi YouTube-dan. Baxın, GetCont'un kontaktın reklamı məsəl üçün. Dostlar sayəsində taq eləyir. Bu mənim YouTube səhifəmdir. Deməli, bu nədir? Buna deyirlər manipulyasiya. Bu manipulyasiyanın arxasında duran şəxs xüsusi xidmət orqanının Vahabi pozğunundan əmələ gəlmiş bir əməkdaşıdır. Daha əvvəllər qeyd elədiyim kimi Fikət adında bir ləyaqətsizin, mühəndisin Alatavər arasında yaşanan qonşusu olub və öz Vahabi əlaltıları buna aiddir. Musa, Ramil, Nofər, Mahmudov və s. ilə axır. Ondan sonra buna aiddir Mahir, hansı ki Sumqayıtda qalır və daim olaraq prezidenti söyürdü, onun ünvanına artıq əski sözlər deyirdi. Paxıllıq hissi ilə bunu deyirdi təbii ki. O hissi prezidentin dırnağı da ola bilməz. Məsələ bundan ibarətdir ki, bu şəxslər Cavidovlar ailəsi var. Mənim hərbi yoldaşım olub. Cavidovların biznes planının inkişafına da onlara dəstək durmuşdular. Və onlara durduğu dəstəyə görə onlara şaurma reseptini vermişlər və s. ilə axır. Bu indi deməli bunların istəyi nədən ibarətdir? Mən daxil olum GetContact'a. Orada hansılar ki mənim adlarımı güya ki dırnaqarası dostları kimi qeyd ediblərsə, mən o adamlardan artıq bir növ şübhələnməyim. Bu bir növ belə deyək də Cavidovlar qardaşına aiddir ilk növbədə. Bu şübhələr aiddir ilk növbədə Tahirə adında bir özünü dizayner kimi qələmə verən pozğuna aiddir və digər şəxslərə aiddir. Təbii ki, bu təxribatçılar ilk əsas məqsədləri odur ki, hal şahidlərinin sayını azaltsınlar və bu da onlarda təbii ki, alınmayacaq. Gördüyünüz kimi, bu insanlar öz vəzifələrindən sui-istifadə edərək Azərbaycan dövlətinə və xalqına qarşı bu qədər cinayəti həyata keçiriblər və hələ də bunu eləyə bilirlərsə, deməli ki, heç kim hələ də həbs olunmayıb, hamısı azadlıqdadır. Kənan Hacıyev işindən belə azad olunmayıb. Və buna baxmayaraq bu yaxınlarda Ənvər Xəlilov kimi özünü qələmə verən bir şəxs adı yadında polislə Qusar istiqamətində Bala Qusar ərazisində mənim yaşadığım evi yandırdılar, hədə-qorxu gəlmək məqsədi ilə. Yəni bu artıq həyasızlıqdır. Bu şəxslər polis əməkdaşları dövlətini və dövlət maraqlarını qorumaq əvəzinə rüşvət alaraq xaricə cəsusluq eləyən, xaricə məlumat ötürən narkotacirlərin silah alverçilərinin tərəfini saxlayırlar. Yəni, mən belə həyasızlıq hələ həyatımda müşahidə eləməmişəm. Təbii ki, bunların elədiyi bu manipulyasiya xasiyyətli, xarakterli təsirlər, psixoloji təzyiqlər mənə bir o qədər də vecimə deyil. Mənim artıq artılaması ilə bu şəxslər barədə məlumatım da var. Hansılar ki, həmin məlumatları tezliklə lazım insanlar və lazım qurumlar biləcəklər. Sadəcə olaraq bu yüngül əxlaqlı həyat tərzi yaşayanlar və yüngül əxlaqlı qadınların övladları alfonslardan əmələ gəlmələr, tərbiyəsiz ailədən əmələ gəlmələr. Bunların sadəcə olaraq mövqeyləri mənə açıq aydındır və əsas bunların mövqeyləri hal-hazırda Azərbaycan dövləti daxilində, dövlətin əleyhinə və xalqın əleyhinə törətdiyi cinayətlərin izni itirməkdir və salam. Ki, bu onlarda təbii ki, alınmayacaq. Ümid edirəm ki, bizim dəyərli prezidentimiz cənab İlham Əliyev öz bu administrasiya əməkdaşı axır əvvəl ifşa olunar, bu narkotacir və təbii ki, onlarla bağlı müəyyən həbs qəti imkan tədbirləri görüləcək. Prokurorluq səviyyəsində bu cinayətkar dəstənin təbii ki, əlaltıları var, adamları var. Prokuraturada bunların havadarı var, himayədarları var. Həmən himayədar Yusif adında bir şəxsin həyat yoldaşı, Yusif də bu alfonslardan biridir. Prokurorun Bakısını almaqla özünü adam eləyib. Bakılılara mən başa düşürəm ki, bu Bakılılara xas olan bir xüsusiyyətdir. Olsun Ənvər Xəlilov, olsun dövlət təhlükəsizlik xidmətində oturan bu Vahabi, bunların hamısı kimisə alırlar, kimisə nə edirlər. Yəni özləri xidmət nümayiş elətdirə bilmədiklərinə görə məcburdular dolayı yolla, necə deyirlər, nakişi yolları ilə
Yəni belə bir vəzifələrə və sairələr gəlsinlər ki, bu da bir daha qeyd edirəm, Bakılılara xas olan xüsusiyyətdir. Mənim Naxçıvanlarıma yox. Mənim Naxçıvan xalqıma şərəfsiz, ləyaqətsiz demək olmaz. Mənim Naxçıvanlarımı söymək, təhqir eləmək olmaz. Mən özüm də Qərbi Azərbaycanlıyam. Mən belə təhqirləri həyat boyu qəbul eləmərəm. Belə eləyəcəm də. Bu şəxslərin məqsədləri nədir? Hal-hazırki məqsədləri yenidən artıq 3-cü dəfə bizim dəyərli generalımız, general-mayor Əbülfət Rzayevi alçaltmaq, onun adından saxta sənəd hələ də var və hələ də ona məruzə olunmayıb. Və həmən sənəddə də qeyd olunan Əl-Hüseyn Salahzadənin adıdır və s. axır onların narkotik dövriyyəsidir. Elçin Fərzəliyev və GM Sevda xanımın əli ilə mənim anamın ölüm günündən istifadə edib məni işdən azad eləməkləri barədə bütün məlumatlar da qeyd olunub. Amma hələ də bu həyasızlar belə həyasızlıqla məşğuldurlarsa, mən hesab edirəm ki, bu ləyaqətsizlər, bu tərbiyəsizlər hələ də bizim dəyərli generalımıza məktubu məruzə eləməyiblər. Bu şəxslər tək Azərbaycan xalqının və hakimiyyətinin yox, həmçinin də General Əbülfət Rzayevin, Vilayət Eyvazovun, cənab nazir General Polkovnik Vilayət Eyvazovun düşmənləridirlər və onunla qarşı həyasızcasına düşmənçilik mövqeləri irəli sürürlər. Bundan əvvəl də 2020-ci illərdə, 22-ci illərdə hətta deyərdim ki, cənab nazir Vilayət Eyvazovun ailəsinə də şər böhtan atıblar bu metodla. Onun ailə üzvlərinə də çox ağır ifadələr deyiblər ki, yəni mənim tərbiyəm icazə verməz bu dəqiqə mən o ifadələri deyim, nə kimi sözlər deyim və s. axır. Bu da təbii ki, onların əxlaqsız ailələrinin, tərbiyə sahələrinin bunlara verdiyi tərbiyədir. Yəni bu adamlar xəstədirlər, bu adamlar şizofrendirlər, yəni, bu adamlar mövqeləri göz qarşısındadır. Öz çirkin əməllərini gizlədə bilsinlər deyə hər şeyə hazırdılar. O boyda nazirə Vilayət Eyvazov şər böhtan atmaq olarmı? Bəs bunun nəticələri barədə düşünüblər bunlar heç olmasa. Bundan əvvəl də bir müddət bundan əvvəl yay vaxtları idi. Vasif Əcəmidə, Vasifin əli ilə Əbülfət Rzayevi yenə şər böhtan atdılar. Bizim dəyərli Bandatlerin rəisinə. Siz necə insan alçaq olmalıdır ki, necə şərəfsiz, necə ləyaqətsiz bir insan olmalıdır ki, öz rəisinə şər atsın. Güya 28-də onu gülləliyiblər, neyiniblər? Bunun hamısının arxasında duran şəxslər mən bilirəm kimlərdir. Bu Azərbaycan dövlət daxilində bir təxribatdan başqa bir şey deyil. Çoxsaylı cinayətləri özündə əks elətdirən bir qrupirovka vəzifələrindən sui-istifadə edərək Azərbaycan hakimiyyətinin birbaşa əleyhinə olaraq yaradılmış bir qrupirovkadır bu. Və bu ləyaqətsizlərin çirkin oyunları hələ də davam eləməkdədir. Mənim özümə də maraqlıdır ki, bizim General Rzayevə nə vaxt hörmət qoyulub, ona göndərdiyim məktubu ona məruz eləyəcəklər.